Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Bu sözləri çıxardığım məqalə şahiddir. İlham Əliyev düz 10 il əvvəl 9 avqustdakı çıxışında deyib. Niyə görə? Çünki o zaman Azərbaycan neftinin qiyməti 2 dəfə dəyərdən düşdü, vəziyyət çətin idi, devalvasiyada olmuşdu, cəmiyyət gərginlik içərisində idi. İlham Əliyev də xalqa təsəlli üçün bir şeylər uydurmalı idi. Dedi ki, biz iqtisadiyyatımızı şaxələndiririk, narahat olmayın. Ümumiyyətlə, cəmaata bu şəkildə təsəlli verirdi ki, nefti qazı unuduruq. Amma o biri sahələrimizi, turizmi, biznesi, filanı inkişaf elətdirəcək, xalqa zaval gəlməyəcək. 10 ildən sonra, 2-3 gün bundan əvvəl Elmlər Akademiyasında çıxışında İlham Əliyev artıq danılması mümkün olmayan bir iqtisadi problemə toxundu. Bildiyiniz kimi Azərbaycan Qafqazdakı qonşuları Ermənistandan da, Gürcüstandan da, amma adam başına düşən ümumi daxili məhsulun səviyyəsinə görə geridə qalır. Nazirlər Kabineti İlham Əliyev də bunun heç cür izahını verə bilmirdi, susurdular. Nəhayət İlham Əliyev bir çəm tapdı. Akademiyada dedi ki, bu azalma var, amma bunun səbəbi ona görədir ki, neftimizin hasilatı azalıb. Düzdür, neftin hasilatı azalıb, amma bu tamamilə gözlənilən bir şeydir. Neftin kökü fiziki mənada suda olsa da, amma o tükənən qiymətdə. O tapılanda da, ondan sonra da mütəxəssislər, alimlər, o işi bilənlər deyirdi ki, bir gün gələcək, bu bitəcək və 2013-cü ildən bu ümumiyyətlə azala gedirdi. İlham Əliyev də həmin bayaq sizə oxuduğum çıxışından sonra böyük pullar sərf elədi, layihələr cızdılar, xaricdən mütəxəssislər çağırdılar ki, Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün, inkişaf elətdirmək üçün planlar qurdular. Yadınızda var, nə bilim, pambıq əkdirirdi, barama əkdirirdi, çoğundur əkdirirdi. Niyə nəticə yoxdur? 10 il keçib, nefti qazı unutduq. Amma İlham Əliyev özü də deyəsən o etdiyi çıxışı unudub və beləcə xalq qalıb çıxılmaz vəziyyətdə. Nə neftdən yarıdır, nə də qeyri-neft sənayesindəki sahələrdən bu xalq. Bunun da köklü səbəbi ondan ibarətdir ki, bu ailə monster kimi oturub Azərbaycan iqtisadiyyatının üstündə rüşvətlə, korrupsiya ilə, monopoliya ilə çöktürür. Ona görə heç bir sahədə ciddi irəliləyişə nail ola bilmirik. Nefti qazı biz çoxdan unutmuşduq. İndi bizə ondan tənə vurmağın yeri yoxdur və yaxud da yeni təsəlli verməyin heç yeri yoxdur.